Salamlayıram. 7-ci sınaq biologiya ilə davam edəcəyik. Burada sualların bir qismi anatomiya, bir qismi isə epidemiologiya bölməsi ilə əlaqədardır. Baxaq suallarımıza. Birinci sualla davam edirəm. Hansı orqan ifrazat funksiyasını yerinə yetirsə də, insanın ifrazat sistemi orqanı hesab olunmur. İfrazat sistemi orqanı hesab olunmur. Böbrəklər ifrazat sistemi orqanına aiddir. Sidik hissəsidir. Bağırsaq ifrazat sistemi orqanlarına aid olmasa da suyun və duzların artığını xaric etdiyinə görə bəli götürürük. İkinci suala baxaq. İnsan böbrəklərində 1700-1900 litr qan keçən müddət ərzində neçə litr XCD əmələ gəlir? XCD qanda 150-170-dir. Deməli, burada 1700-1900 verirsə, 10 dəfə az götürəcək. Yəni, 1700-sə 170-190. Üçüncü suala baxaq. Sidik hissəsinin tutumunun hansı hissəsi dolanda insanda sidik ifrazı ehtiyacı duyur? Təbii ki, 1/4 hissəsi. Cavab olur D variantı. Dördüncü suala baxaq. 5 dəqiqə ərzində insan böbrəklərindən keçən qandakı trombositlərin maksimum sayı neçə trilyondur? Böbrəklər dediyinə görə 1 litr, 1 dəqiqədə 1 litr. Əgər sistem böbrək desəydi, onda 0.5 götürərdik. 1 dəqiqədə 1 litrdirsə, 5 dəqiqədə də 5 litr olacaq. Trombositlər 150-400 qanda olur, 400 min. Ona görə də 5-i də vuraram 400-ə, eləyir 2000. Yəni, bu da gəlir 2 trilyon D variantı. 5-ci suala baxaq. Sağlam insan böbrəkləri üçün hansı ifadələr doğrudur? Baxaq. Çanaq boşluğunda yerləşir, xeyr, qarın boşluğunda yerləşir. Böbrək venasından arterial qan alır, xeyr, qarın artasından alır. Dalaqla eyni boşluqda yerləşir, bəli, hər ikisi qarın boşluğunda yerləşir. Xarici sekresiya vəzləri ilə biləpsdə təmasda olur. Xarici sekresiya vəzləri ilə. Böyrəküstü vəzi ki, xeyr, o da daxildir, ona görə götürmürük. Beyin kötüyü ilə çıxan parasimpatik sinirlər inversiya olunur, doğrudur. İltihablı sistem xəstəliyinə səbəb olur. Bu sidik hissəsinin xəstəliyə aiddir, ona görə cavab olur 3 və 5. Son digər suallarımıza baxaq. 6-cı suala baxaq. Sxemdə əsasən doğru ifadələri müəyyən edin. Deməli, sarı cisimdir. Birinciyə baxaq. Müvəqqəti xarici sekresiya vəzisi rolunu oynayır. Yəni, xarici deyil, daxili. Qarın boşluğunda yerləşmiş orqan da əmələ gəlir. Qarın deyil, çanaq boşluğunda. Aid başı disiklin 3-cü fazasının hormonu. Bəli, 3-cü fazasıdır. Axacaqları yoxdur. Bəli, axacaqları yoxdur. Yəni, qan əfrəzi. Ona görə cavab olur 3-lə 4. Cavab olur Y variantı. 7-ci suala baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Spermatozoid ilə yumurta hüceyrəni verib. Azalma yolu ilə formalaşıb. Burada azalma yəni meyoz bölünmə zamanı formalaşıb. Doğru, hər ikisinə aid olunur deyə götürürük. Çanaq boşluğunda yerləşən orqanda əmələ gəlir. Spermatozoid bədən boşluğunda kənarda yerləşir. Yumurta hüceyrəsi, bəli, yumurta hüceyrəsi doğrudur. İçinə götürürük bura. Bədən boşluğunda kənarda yerləşən bu spermatozoid idi. Aktiv hərəkətə malikdir, yumurta hüceyrədir. Spermatozoidlərin qamçısı olduğuna görə hərəkət var. 2 aid oldu 2, 4. 1-ə aiddir 3, 3-ə də aiddir 1. Cavab olur A variantı. 8-ci suala baxaq. Uyğunluq pozulub. Katarakt bildirim bulanması doğrudur. Otoskleroz eşitmə sümüyün böyüməsi bəli doğrudur. Sistit böbrəklərin iltihabı xeyr sidik hissəsini, piyonefritdə sidik hissəsinin iltihabı xeyr böbrəklərin. Ona görə cavab olur 3-lə 4. 9-cu suala baxaq. 4 eyni yumurta əkizin formalaşması neçə ziqot lazımdır? Baxın, eyni yumurta əkizlərində bir yumurta hüceyri, bir spermatozoid
iştirak eləyir. Neçə dənə olursa olsun və həmişə də biziqot formalaşır. Cavab olur Y variantı. 10-cu suala baxaq. 3 yəni eyni yumurta əkizinin yaranması və inkişafın prosesində iştirak edən ziqot 1 və bir dənə də cift iştirak eləyir. Göbək ciyərlərdə ayrı-ayrılıqdır. Ona görə də 3 götürürük. Cəmi eləyir 5. C variantı. 11-ci suala baxaq. İnsan dərsi qəbul etmir. Soyuğu bəli qəbul edir. Təzyiqi qəbul edir. Toxunmanı edir. Ağrında bəli hiss edilir. Amma dadı xeyr. Ona görə olar Y variantı. 12-ci suala baxaq. Hansı ifadə doğru deyil? Gözü hərəkətə gətirən əzələ gözün köməkçi aparatına aiddir. Gözə deməli bu doğru. Boynuz qışa aldı, qışanın öndən davamlı olan şəfa doğru. Yaxından görmə zamanı yaxındakı əşyaların xəyalı. Yaxındakı deyil, uzaqdakı. Ona görə cavab olur C variantı. 13-cü suala baxaq. İnsanda yaxşı inkişafı göz qapağı hər gözdə 2 ədəd olduğundan 4-dür. Yarımdairəvi kanallar. Bir qulaqda 3-dürsə, 2 qulağımızda 6-dır. Cəmi eləyir 10. 14. İnsan gözün köməkçi aparatlarına aid deyil. Kirpiklərə aiddir. Çöpçüklər xeyir. Ona görə C variantı. 15-ci sual. İnsan orqanizmi 2-dən çoxdur. Bayaq baxaq. Bayaq da variantda gözümə dəydi. Oval pəncərə 2-dir. Amma yarımdairə bayaq dediyimiz kimi 3-dür. Hər qulaqda 300. Ona görə olur C variantı. Son digər suallarımıza baxaq. Davam edək. 16. İnsan dərisində əzələ toxunması qrupları və növləri. Əzələ toxunması qrupu bir qrupdur, amma növləri ayrı-ayrıdır. Sayadır, eynindən zolaqdır, ürək zəlləsidir. Ona görə olacaq B variantı. 17-ci sual. Hansı ifadə doğru deyil? İnsan dərisinin epidermisi çox qatlı epideldən təşkil olunur. Bəli. İnsan dərisində xarici sekresiya vəzləri epidermisdə xeyl dermada yerləşir. Cavab olur B variantı. 18-ci suala baxaq. Doğru ifadəni müəyyən edin. Şərtsiz reflekslərdir. İlk nəslə ötürülür. Bəli, doğrudur. Amma burada minus veribdir. Onu götürmürük. X mərkəzi onurğa beyin və baş beynin kökünə yerləşib. X bəli doğrudur. Z insanda ömür boyu qalır. Plus qoyub onu da götürmürük. Orqanizm daxili mühitin sabitliyini təmin etmir. Təmin edir. Minus. Bəli, bunu götürürük. Tormozlana bilər. Minus qoyub da götürmürük. Kabul reflekslərinin 3 növü yox, 4 növüdür ki, cinsiyyətdir, qidadır, səmtdir, müdafiədir. Ona görə 2, 4 və minus qoyub 6. Cavab olur D variantı. 19. İnsanda müdafiə reflekslərinə aid deyil. Qusma, bəli. Göz qırpma, asqırma aiddir. Öskürmə, amma çeynəmə xeyr. Aid deyil. 20-ci suala baxaq. Hansı ifadə doğrudur? Obraz yaddaş idmançılar arasında yaxşı inkişaf etmişdir. İdmançılarda hərəkət yaddaşdır, yəni hərəkət yaddaşdır. Emosion əsasən gicgah payı ilə idarə olunan gicgah deyil, alın payıdır. Obrazı yaddaş hisslərin yaddaşdır. Hisslər deyil, emosional deyil. 50 yaşdan sonra yaddaş güclərimiz zəifləyir. Emosionalın yaranmasında alın və gicgah payına iştirak edib, bəli doğrudur. Cavab olur Y variantı. 21-ci sual. Hansı desibel səviyyəsində yuxarı səslə insan sağlam üçün təhlükəlidir? 35-65 normaldır, amma 90-dan yuxarı olduğu təhlükəlidir. Stres anlayışı elmə seliyə gətirib, baş hərflərində nəzərdə saxlayıb, yadımızda qalar. Dizenteriya amöbün stalarının sayı 64-dür. İnsan orqazm düşdükdən sonra sistalardan əmələ gələn dizenteriya amöblərinin sayı. Baxın, deməli, 4 nüvə sistadır. Bədənə düşdüyümüz zaman 2 dəfə artı, yəni 8 olur. Bir dənəsində 64-dürsə, ikisi də 8. 8-ni tapdıq. Və düşdükdən sonra 64-ü də mən bir də vuraram 8-ə. Onda da taparam. Deməli,
32, 3 ya da 48, 512. 24. Eukaryotların törətdiyi xəstəliklər təbii çiçək virusdur. Liamblia protozoa götürürük. Sibir yarası bakteriyalara aiddir. Qarın yatalağı bakteriyadır. Teniarxoz qurtlarında bəli. Leishmaniyoz bəli 2, 5 və 6. Digər suallarımıza baxaq. 25-ci sual. Hansı ifadə doğrudur? Moliera daşısının uçuş üçün iki hərəkət. Bəli, uçuş üçün iki hərəkət orqanı var. Bir doğrudur. Biri bəli, bir doğrudur. Uçuş üçün iki qanat. Toksoplazma həm əsas, həm aralıq sahibi açıq qan damar sistemini xeyr. Enteroz törədici geoelementlərdir. Enteroz təmas elementləridir. Ona görə bunu da götürmürük. Dəmirov törədicisi yalnız virusdur. Yalnız, baxın, bəzi sözlərdə yanlış şərtlərdə yalnız sözünə fikir verin. Yalnız virusdur, xeyr. Bakteriya da aiddir, götürmürük. Teniarxoz törədicisi eukaryot qurtlardır, bəli, götürürük. Bakteriyanın həyat fəaliyyəti zamanı buraxdıqları zəhər eksotoksinlərdir, bəli. Cavab olur 1, 5 və 6. 26-cı suala baxaq. İnsan üçün yoluxucu olan yetişmiş və ya yetişməkdə olan yumurtaların ayrılması qrup üçün səciyyəvidir. İnsanda məişət əşyaları və çirkli əllər vasitəsilə yoluxa bilir. Baxın, məişət əşyaları və çirkli əllər vasitəsilə yoluxursa, bu mütləq ki, təmasdır. Təmas elementlərinə aiddir. Bunu gəlin yerinə qoyaq. Aha. Xəstəliyin törədicisi olan bu qrupa aiddir. Aha, enterobiyoz xəstəliyinin törədicisi uşaq biz qrup bu qrupa aiddir. 3, 5, 2. 27-ci suala baxaq. Hermitlər veribdir. Təmas, geo və biohermit. Uşaq biz quyruğu bayaq dediyimiz kimi təmas elementlərinə aiddir. İnsan askaridi geohermitlərdir. Öküz soliteri bioelementlərə aiddir. Və qaraciyər soruçusu. Qaraciyər soruçusu da aid olunur bioelementlərə. Amma Moliera parazitini xeyr, götürmürük. Çünki qurtlara aid deyil. Sonra sitasiyaya baxaq. Doğum evində bir qadın 4 əkiz övladı dünyaya gəlmişdir. Əkizlərdən 3-ü qız, birisi oğlandır. Əkizlərin yaranması zamanı mayalanmada biraz iştirak edən qametlərdə cəmi 5 ikiz, 1 Y cinsiyyət xromosonu olmuşdur. Bu uşaqlarda embrional inkişaf zamanı neçə cift əmələ gəlmişdir, neçə ziqota. Baxın, 5 X-sa bunu bu şəkildə yaza bilərik. X ikiz, yenə X ikiz, birini də Y-in yanına qoyuram, XY. Yoğunlaşdır. Yəni biri oğlan. Bu uşaqlarda embrional inkişaf neçə cift əmələ gəlmişdir? 3 cift əmələ gəlir. 3 cift. Sonra 29-da baxaq. Əmələ gələn ziqotların neçəsi eyni cinsiyyət xromosom, neçəsi müxtəlif cinsiyyət. Baxın, ikisi eynidir. Həmin bu X bir dənəsi də fərqlidir ki, XY oğlandır. 30-cu suala baxaq. Bətndaxil inkişaf zamanı göbək ciyərlərinin sayı, müxtəlif cinsiyyət xromosomlara malik ziqotdakı atom xromosomların sayı neçə dəfə az olmuşdur, neçə dəfə az. Baxın, göbək ciyərlərinin sayı 4. Müxtəlif cinsiyyət xromosomu XY, yəni oğlan nəzərdə tutur. 46 obşidi, bunun 44-ü autosomdur. Yəni 46 zomatikcə, bunun 44-ü autosomdur. Yəni bu zamanda 44'ü neçə dəfə az olduğuna görə 4'e bölürük. O da edir 11. Bu testin izahı bura qədər. 8-ci testin izahı ilə görüşənədək.